Temu sifarişləri 3-cü hissə nələr almışam birlikdə baxırıq. Açmışam deyə ilk elə bu çantadan başlayacağam. Bunu qaynım qızına hədiyyə almışam. 10 yaşı var və belə çantaları çox sevir. Əslində mən elə bilmişdim orada göstərildiyi kimi qutuda gələcək, amma qutusuz gəldi. Buna baxmayaraq yenə də məncə qəşəngdir. Keçən dəfə sifariş elədiyim gülləri bəyənməmişdim deyə bu dəfə 3 rəngdə beləsini sifariş elədim və bunları o qədər bəyəndim ki, çox gözəldir. Günəş enerjisi ilə telefonu zaratkaya qoymaq üçün belə bir şey almışam. Dırnaqda parlaq effekt yaratmaq üçün toz pudradır. 6 fərqli rəngi var. Düzdür, oradan fərqlənmir çox da, amma buradan görsənir. Çox xoşa gələn sərin bir materialı var. Ümumi görünüşünü də bəyəndim. Bunu kombin videolarımda mütləq göstərəcəm. Bu çantanı o qədər bəyənmişdim şəkildə. Görək necədir. Mən bu çantaya aşiq oldum. Görün necə keyfiyyətlidir, qəşəng görsənir. Nə üçün belə bir papaq da almışam. Dənizdə filan belə şəkillər çəkdirəcəm. Gözlədiklərimdən biri də bu idi. Görün nə qəşəngdir. Düzü bu ev geyimindən çox da qəşəng görsənmədi, amma hansısa geyimlərin üstündən qəşəng obraz yaratmaq olar. Çox bəyəndim. Sifarişlərim bu qədər. Daha çoxu üçün bəyənməyi və məni izləməyi unutma.